Hər kəsi xoş gördük əzizlərcə. Bu gün sizə Roman Savxozda 8 sotda 4 otaq, 130 kvadrat bir şəxsi tikili təqdim edirəm. Hamı məndən böyük həyət istəyirdi. Gəlmişəm əzizlərcə, sizə böyük həyət tapım. Və soruşurlar şirin suyu var, dövlət suyu. Turbaya baxın. Gördünüz. Ana liniya yəni buradan keçib. Birbaşa da həyətindən su çəkilib. Evin arxasında yekə bir tövləsi. Evin yan hissəsində, o biri yan hissəsinə, yəni keçmə yox, maşın belə salmaq olar və həyətində 2 maşın da tikmək mümkündür. Evimiz 4 tərəfdən qoşadaşdır, yerlərində kürsülüdür. Gördüyünüz kimi balkon hissə, buranı belə düzəldib. Şeydə mətbəxdən balkona, balkondan mətbəxə keçid eləməyi mövcuddur əzizləyicilərim. Burada qəşəng bir dənə setka düzəldirsiniz, yəni uşaqsa oradan yıxılmasın deyən. Evdə xəstələrimiz var, ona görə tam rahat çəkənmədiz alıb. Amma inşallah ki, Koridor sistemli bir evdir. Stili sistemimiz kombidir. Bu otağı çəkə bilmirəm, ailə üzvləri var, zalımızdır. Bura mətbəx hissənizdir, əziz dostlar. Buradan belə gəldikdə bir dənə evin aboyları qalıb. Bura bir otağımız. Aboy da niyə vurmayıblar? Evdə Allah hamının balasını saxlasın, körpə bala var deyən aboy vurmayıblar. Bura bir ailə yataq otağımızdır. Burada bir ailə yataq otağımızdır. Burada hamam sanuzelimizdir əziz dostlar. Qiymətimiz 87.000 manat. Real alıcıya inşallah ev sahibi tərəfindən endirim olunacaq. Sağ olun, var olun.